Salam. Bugünkü mövzumuz uşaq terapevtik stomatologiyasında ağrısızlaşdırma, uşaq davranışın korreksiyası, yerli anesteziya, stomatoloji yardım, ümumi ağrısızlaşdırma şəraitində aparılması. Bütün valideynlər gec və ya tez məcburiyyət qarşısında övladlarına görə stomatoloqlara müraciət edirlər. Bu müraciətlər aşağıdakı səbəblərə görə olur. Uşaqlarda ya profilaktik müayinə aparmaq, ya süd dişlərinin çəkilməsini həyata keçirmək, ya da ciddi müalicə tədbirləri aparmaq lazımdır. Bütün bu vəziyyətlər uşaqları sakitləşdirmək məqsədi ilə dilə tutmaqla müşahidə olunur. Valideynlərə uşaqlara diş həkiminin qəbuluna aparmağın vacibliyini başa salmaq heç də həmişə asan olmur. Valideynlər öz şəxsi qorxusu və narahatlığını uşaqlara keçirtməklə vəziyyəti daha da gərginləşdirməməlidirlər və sayda qaydalara riayət etməlidirlər. İlk dəfə həkim qəbuluna gələn azyaşlı uşaqlarda qorxunun səviyyəsi aşağı olur. Ona görə də uşağı mümkün qədər tez həkimə aparılması məqsədə uyğun hesab olunur. Birinci qəbul sırf müalicə məqsədi ilə aparılmalıdır. Bu qəbul həkimə adaptasiya sindromu yaratmaq məqsədi ilə olmalıdır. Birincili qəbul zamanı uşaqlara sadəcə dişlərə baxmaq, onların düzgün təmizlənməsi qaydaları başa salınır. Bu qəbulun əsas məqsədi uşağı ələ almaq, onda həkim qəbuluna gəlmək motivasiyası yaratmaqdan ibarətdir. Bu məqsədlə valideynlərin öz uşaqlarına psixoloji cəhətdən hazırlanması məqbul sayılır. Uşaqlara diş həkiminə getməyin vacibliyini başa salmaq lazımdır. Onlara anladılmalıdır ki, dişlərə qulluq olunması, onların zədələnməməsi və s. yalnız stomatoloqların tövsiyəsi ilə həyata keçirilir. Uşaqlara bu prinsip aşılılmalıdır ki, diş həkiminin yanına ən cəsarətli və ağıllı uşaqlar özü gedir. Birincili qəbuldan sonra özünü rahat apardığına görə uşaqları mükafatlandırmaq lazımdır. Valideynlər özləri üçün diş həkiminə gedəndə uşaqlarla birlikdə getmələri bu baxımdan məqbul sayılır. Negativ hallara rast gəlməmək üçün stomatoloqun qəbuluna rahat vaxtlarda getmək lazımdır. Bütün bu tövsiyələrə vaxtında əməl olunmadıqda, uşaqlarda stomatoloji status daha da ağırlaşdıqda optimal qərar qəbul etmək çox çətin olur. Anesteziyanın rahat qəbul edilməsi və ağırlaşmaların minimuma endirilməsi məqsədi ilə bir ya bir neçə preparatın qəbul olunması premedikasiya adlanır. Məlum olduğu kimi, ağrının yaranması 3 əsas faktordan asılıdır. Psixoemosional, vegetativ, hərəkət verici və sensor. Ağrı reaksiyanın sensor əsasını yerli anestezik aradan götürür. Müdaxilə olan nahiyənin hissiyatı blokada olunur. Yerli anesteziya aparılmazdan əvvəl qorxunun psixoemosional, vegetativ və hərəkət verici əlamətləri azaldılmalı və ya ləğv edilməli. Razılaşma və təlqin etmə yolu ilə bu əlamətləri aşağı salmaq olar. Bu məqsədlə sedativ təsirə malik preparatlar tətbiq olunur. Premedikasiya mütləq göstərişlər epilepsiya, bronxial astma, şəkərli diabet, qalxana bənzər vəzinin funksiyasının pozulması, müalicədən qabaq götürülə bilməyən qorxu, emosional gərginlik, əzələlərin yüksək tonusu. Müalicədən 15-20 dəqiqə qabaq anksiolitik preparatlar təyin edilir. Diazepam, elenium, relanium, seduksin kimi preparatlar. Uşaqlarda 4 yaşdan sonra istifadə edilir. Məsləhətdir ki, müalicədən 1 sutka qabaq, axırıncı dəfə lazımi dozu müalicədən 15 dəqiqə əvvəl qəbul edilir. Həmçinin ev şəraitində sakitləşdirici təsirə malik bitki mənşəli dəmləmələrdən istifadə olunur. Bu dəmləmələr stomatoloqun qəbuluna 1-3 gün qalmış
müddətdə qəbul edilir. Sedativ premedikasiyadan başqa antihistamin preparatlar da təyin edilir. Cetirizin, loratadin kimi preparatlar. Premedikasiya effekti olmadıqda, vaxt azlığı olduqda, müasir uşaq stomatologiyasında hazırlıq üsullardan biri sedasiyadan istifadə olunur. Sedasiyanın bir neçə növü mövcuddur. Dərin yuxu vəziyyətinə keçmək və yüngül sedasiya. Uşaq stomatologiyasında yüngül sedasiya istifadə olunur. Bu zaman uşaq həkimlə kontaktda olur və nəfəsi dəyişmir. Sedasiya inqalyasiya vasitəsilə həyata keçirilir. Tam müalicə başlayarkən azot və oksigen qarışığı istifadə edilir. Sedasiyanın əvvəlində maska vasitəsilə uşağa oksigen verilir və 15 dəqiqə ərzində tədricə 30%-ə qədər azot peroksid əlavə olunur. Sedasiya zamanı uşaq bir qədər zəifləyir, hal-əhvalı yaxşı olur, sakitləşir, azca yuxulu olur. Uşaq valideynləri və stomatoloqu görür və eşidir, qorxu və gərginlik hiss etmir. Sedativ qarışığın verilməsi və maska ilə nəfəs alınması xüsusi elektron avtomatik aparatlar vasitəsilə həyata keçirilir. Müalicə başa çatdıqdan sonra azotun verilməsi dayandırılır və 100%-ə qədər oksigen verilir. Ondan sonra maskanı götürürlər. Azot peroksid təsir müddəti 5-10 dəqiqə ərzində işsiz keçir və uşağın ciyərlərindən dəyişməmiş vəziyyətdə xaric olur. Sedasiyaya təlqin etmiş uşaqla 4 yaşından sonra keçirilir. Stomatoloqun üzərinə düşən əsas vəzifələr uşağı maskadan istifadə etməyi razı salmaq, bunun üçün xüsusi ətirli maskalar istifadə olunur. Müasir klinikalarda bu məqsədlə uşaqlara nağıllar nümayiş etdirilir. İnkişaf etmiş ölkələrdə sedasiyadan 80% hallarda istifadə olunur. Uşaqlarda müalicə zamanı ağrı və ağrı qorxusu problemi yüksək diqqət və peşəkar yanaşma tələb edir. Müalicə zamanı düzgün anesteziyanın olmaması uşaqlarda ağrıya reflektor yaddaş formalaşdıra bilər. Psixoloji travma, immunoloji statusun zəifləməsi və s. negativ hallar yarada bilər. Anesteziyalar iki növə bölünür: yerli və ümumi. Yerli ağrısızlaşma zamanı anesteziyanın növünün anatomik əsaslandırılması, uşaq müayinəsinin nəticələri və valideynlərin sorğusu, anestetiklərin farmakoterapevtik xüsusiyyəti, əlavə effektlərin olması, anestetiklərin dozaları nəzərə alınır. Uşaq stomatologiyasında yerli keyləşmənin 2 mərhələli üsulu istifadə edilir. Əvvəlcə aplikasyon ağrısızlaşma tətbiq edilir. Lidikain və ya benzakain tərkibli aerozol və ya ətirli gellər vasitəsilə iynənin yeri keyləşdirilir. 1-2 dəqiqədən sonra yerli anestetiklə inyeksiya aparılır. Praktikada əsasən artikain əsasında olan preparatlar istifadə edilir. Bu preparatların ağrı-kesici effekti daha yüksəkdir, toksiki təsiri nisbətən azdır, allergiya törətmir, bədəndən tez xaric olur. Artikainin istifadəsinə 4 yaşdan sonra icazə verilir. Həmçinin hamilə və südlə qidalandıran analara tövsiyə edilir. Ağrı-kesici effektini və təsirin müddətini uzatmaq üçün bəzi istehsasçılar artikaina vazokonstriktorlar əlavə edirlər. Bunların təsiri nəticəsində periferik damarlar daralır və anestetikin sorulma müddəti uzanır. Kombinə olunmuş artikain əsaslı anestetiklər ubistezin, alfakain, septanest kimi preparatlardır. Karpol şpritslər müasir karpol anestetiklərinin tətbiqi üçün nəzərdə tutulmuş inyektordur. Bunlar əsasən metaldan hazırlanır, çox dəfəlik istifadə üçün istehsal olunur. Bununla yanaşı plasmas tərkibli bir dəfəlik və çox dəfəlik istifadə üçün də inyektorlar mövcuddur. Yerli anesteziyalardan inyeksiya ağrısını azaltmaq məqsədi ilə şpritslərə vibrasiya edici ucluqlar quraşdırılır.
Sübut olmuşdur ki, sinir reseptorları yalnız bir növ qıcığı qəbul edə bilər. Ona görə də vibrasiya zamanı ağrı reaksiyası sinir toxumaları ilə yayıla bilmir və beləliklə də iynə vurulması zamanı yaranan diskomfort və ağrı hissi nəzərə çarpmır. Bu məqsədlə vibrojest tipli şprislərdən istifadə olunur. Avtomatlaşdırılmış kompüter şprisləri bu sistemlə kompüter və püskürtmə düyünündən ibarətdir. Kompüter anestetikin asta və bərabər səviyyəli yayılmasını təmin edir və nəzarətdə saxlayır. Bu zaman hər saniyədə yarımdamcı anestetik yeridilir. Anestetik standart mexaniki şprislərdəkinə nisbətən daha aşağı təzyiqlə vurulur. Artikain zəif konsentrasiyalı vazokonstriktorlarla 5 yaşdan istifadəsinə icazə verilir. İnyeksiyadan əvvəl mütləq aplikasyon anesteziya aparılır. Uşaqlarda yerli anesteziya zamanı mümkün olan reaksiyalar, nəticələr və ağırlaşmalar. Daha çox rast gələn anesteziyaya qarşı psixogen reaksiya. Anestetik yerdikdən həmən və ya 5 dəqiqədən sonra psixogen reaksiya bayılma ilə müşahidə olunur. Psixogen reaksiyanın anestetiklə əlaqəsi yoxdur, iynənin yedirməsi ilə əlaqəlidir. Belə uşaqlarda anesteziyadan qabaq xüsusi üsullarla hazırlıq aparılır. Müasir amil qrupuna aid olan preparatlarda istifadə zamanı allergik reaksiyalar daha az hallarda təsadüf olunur. Anamnezdə anestetika qarşı allergik reaksiya aşkar olunduqda digər anestetiklərdən istifadə olunur. Anestetiklərə görə allergik sınaqların aparılması mütləq sayılır. Bu sınaqların aparılması üçün səidin dərisi əvvəlcə spirtlə silinir və sınaq üçün nəzərdə tutulmuş anestetik 0,1 ml dəri altına yeridilir. Sonra 30 dəqiqə ərzində həmin nahiyədə yaranmış patoloji dəyişikliklər, suluq və ya qızartı müayinə edilir. Bu dəyişikliklərin təzahüründən asılı olaraq aşkar olunan əlamətlər aşağıdakı kimi qiymətləndirilir. Mənfi, şübhəli, zəif, müsbət və müsbət. Anestetikin dozasının artıq olması toksik reaksiyaya səbəb ola bilər. Peşəkar stomatoloji klinikalarda anestetikin dozasının artırılmasına çox az rast gəlməsi müşahidə olunur. Uşaq stomatoloqların anesteziyanın standartlarına və qaydalarına riayət etməlidirlər. Uşaq stomatologiyasında yerli anesteziyanın növləri aplikasyon, infiltrasyon və naqili. Aplikasyon anesteziya, anestetiklər ağız boşluğunun selikli qişasında asanlıqla sorula bilir və ağrı qəbul edən reseptorları blokada edir. Nəzərə almaq lazımdır ki, bu anesteziya yalnız selikli qişanı geyləşdirə bilər. Uşaqlar tərəfindən anestetikin udulması məqbul sayılmır. İnfiltrasyon anesteziya, üçlü sinir magistral şəhərləri nəzərə almadan lokal inyeksiya vasitəsilə keyləşdirmə. İnyeksiya anestetik deposu yaradır. Burada anestetik sinir reseptorlarına difuziya olunur. Bu anesteziya uşaqlarda minimal travma törədir. Naqili anesteziya, inyeksiya vasitəsilə aparılan bu anesteziya növü üçlü sinir şəhərlərin anatomik xüsusiyyətlərini nəzərə almaqla yerinə yetirilir. Yuxarı çənədə insizivial, palatinal, tuberal və infraorbital anesteziyalar aparılır. Aşağı çənədə mandibular, torsal və mental anesteziyalar mövcuddur. Ümumi narkoz zamanı insan bayılma vəziyyətinə gətirilir və bu halda beyində gedən bir çox fizioloji proseslərin müvəqqəti dayandırılması baş verir. Bu anesteziyada minimal əlavə təsir effektinə malik olan müasir preparatlar istifadə olunur.
Başqa anesteziya üsullardan istifadə etmək mümkün olmadıqda, uşağın psixoloji travma almaması məqsədi ilə ümumi narkoz istifadə olunur. Stomatoloji əməliyyat zamanı ümumi narkoza olan göstərişlər. İri həcmli stomatoloji yardım zamanı bir qabulda 6 dişdən artıq müalicə, psixoloji və nevroloji xəstəliklər zamanı, uşağın həkimlə ünsiyyətin mümkün olmadığı halda, aparılmış yerli anesteziyanın effekti olmadıqda, anestetiklərə qarşı allergik reaksiya olan zaman. Ümumi narkoz, inhalasyon və qeyri-inhalasyon olur. Stomatologiyada əsasən inhalasyon narkoz istifadə olunur. Anestezioloqun uşaq stomatoloji klinikasında əsas vəzifələri müəyyən olunmuş müddətdə mükəmməl anesteziya, uşağın sakit davranışı təmin etmək və psixoemosional gərginliyi aradan götürmək, uşağın tənəffüsünü stabil saxlamaq. Toksiki təsiri olmayan preparatların seçilməsi və istifadə edilməsi. Narkozdan sonra uşağın tez ayılmasını təmin etmək və baş verə biləcək əlavə təsirlər və ağırlaşmalar barədə valideynlərə məlumatlandırmaq. Uşaq stomatoloji praktikasında aşkar olunan daxıra salınmaz vəziyyətlər və onların aradan qaldırılması tədbirləri. Bayılma. Beyin damarlarında baş verən spazm nəticəsində qəflətən huşun qısa müddətli itirilməsidir. Bu halda diskomfortu, artan zəiflik, baş gicəllənmə, ürək bulanma, ürək və qarın nahiyəsində narahatlıq, gözlərin qaralması, qulaqlarda küy və s. aşkar edilir. Arterial təzyiq aşağı düşür, bradikardiya dəqiqədə 40-50 dəfə, dəri və görünən seylikli qişanın rəngi avazayır, dərialtı venalar görünmür, nəbzin vurması və gərginliyi zəif olur. Xəstənin huşu tez bərpa olur, ancaq qorxu, həyəcan, ərginlik, zəiflik hallar saxlanılır. Müalicəsi. Uşaq cəld, üfüqi vəziyyətdə uzadılır. Ayaqlar bir qədər yuxarı. Baş arxa istiqamətlənir ki, yuxarı tənəffüs yollar sərbəst olsun. Tənəffüs və damar hərəki mərkəzlərin oyanması üçün uşağa naşatır spirti ilədilir. Bayılmanın ləngiməsi zamanı 10% kofein məhlulu, kardiamin, dərialtı ya əzələ daxili vurulur. Xəstə üzərində sakitlik və nəzarət təmin olunur. Profilaktikası, stomatoloji kabinetdə rahat şəraitin yaradılması, uşaqla psixoemosional kontaktın yaradılması, üst geyimin yaxasının açılması, sıxıcı paltardan azad olunması. Ürək damar kollapsı, ürək fəaliyyətinin müvəqqəti zəifləməsi və kəskin damar çatmamazlığı. Huş itmir, ancaq dumanlı və dağınıq olur, sifətin rəngi avazıyır, sianoz, ümumi zəiflik, üşümə hissi, tənginəfəslik, susama, quru dil müşahidə edilir, bəbəklər genişlənir, əzələlər boşalır, səthi tənəffüs yaranır, soyuq tər, nəbz tezləşir. Uşaq əzgin, adinamik olur. Müalicəsi, stomatoloji manipulyasiyalar dayandırılır, uşağın başı arxaya olmaqla üfüqi vəziyyətdə uzadılır, naşatır spirti ilədilir, uşağa uyğun dozada kardiamin, kofein, korazol vurulur. Ürək damar mənşəli kollaps bayılmadan fərqli olaraq ağrı üzvi dəyişikliklərlə səbəb olur. Bunları kənar kömək olmadan aradan qaldırmaq olur və izi qalmır. Profilaktikası. Adekvat anesteziya aparılmalı. Müalicə prosesində stres vəziyyətlərə nəzarət olunur. Risk faktorları nəzərə alınır. Anafilaktik şok, orqanizmə təkrar allergen daxil olduqda yaranır, kəskin damar və böyrək üstü çatmamazlıqlarla xarakterizə olunur. Letal nəticə ilk simptomlar yarandıqdan 15 dəqiqədən sonra baş verə bilər. Klinikası, narahatlıq, huşun itirilməməsi fonunda həyəcan, sifətin və bədənin qaşınması, dodaq, yanaq,
burun şişəlikli qişası, ağız, qıtlağın ödəmi, tənəffüs çətinləşir və tezləşir, ağız köpüklənir, ürək bulanma, qusma aşkar olunur, bronxospazm yaranır, sinir sistemi tormozlanır, arterial təzyiq sistolik və 80 mm civə sütunundan az olur, bəbəklər genişlənir, sapabənzər nəbz aşkar olunur, taxikardiya, taxipnoe, sifətin rəngi avazayır, akrosianos yaranır, çoxlu tər ifrazı olur, qarında və oynaqlarda ağrı olur. Müalicəsi: daxıra salınmadan preparatın yerildilməsi dayandırılır. İnyeksiya zonası 0,3 ml adrenalinlə blokada olunur. Həstə üfüqi vəziyyətdə uzadılır, baş yana əyilir, ayaqlar azca qaldırılır, ağız boşluğu təmizlənir, uşağı qızdırıcı və isti örtüklə bürünür, təcili reanimasiya briqadası çağırılır, dəri altına 0,3-0,5 ml, 0,1% adrenalin vurulur. 12-20 dəqiqədən sonra prosedur təkrar olunur 3 dəfəyədək. Ağız boşluğunun dibinə 3% prednizolon məhlulu. Allergiyaya keçənə kimi hər 6 saatdan bir venə 3% prednizolon vurulur. 2% suprastin və ya 0,1% tavigil vurulur. Nəfəs alma çətin olduqda 2,4% eofilin, 10 ml natri xlorid izotonik məhlulu qarışığı yavaş-yavaş yeridilir. Mütəxəssislərin gələnə qədər təzyiq, nəbz və tənəffüs nəzarətdə saxlanılır. Profilaktika ciddi anamnez əsasında aparılır. Beləliklə, uğurlu anesteziya asılıdır anestezioloqun peşəkarlığından və preparatlardan düzgün istifadə edilməsindən. Diqqətinizə görə təşəkkür edirəm.